əziz dostlar, bugün STEM İnnovasiya Mərkəzində Stimul Olimpiyadasının final mərhələsi keçirilir. Final mərhələsində hər regiondan ümumilikdə 50 komanda iştirak edir və onlardan yalnız 30 komanda qalib olacaq. Biz də ən az şagirdlər qədər nəticələri səbirsizliklə gözləyirik. Biz Mələklər komandası olaraq imtahanda iştirak etdik və imtahandan çox məmnun qaldım. Bizim komandanın adı Control Win olmaqla finala gəldik və final mərhələsində də suallar asanlıqla həll etdik. Komandamız qeydiyyat olunduğu gündən STEM səhifəsində olan suallarla tanış oldular. Özləri üzərində əməkdaşlıq şəklində çalışdılar və yarışda gözəl şəkildə iştirak edib nəticəmiz də 30-dan 28-lə ikinci yerdə qalib olub finala gəlmişik. Mən öz övladım haqqında deyərəm ki, çox həyəcanlı idi, çox həvəslə hazırlaşır, qalib gələcəyinə əmin idi. İndi inşallah görək, çox həyəcanlı gözləyirik. Biz burada həm dünya görüşümüzü, elmimizi artırdıq, həm də biz çox əyləncəli bir vaxt keçirdik. Ümid edirik ki, biz qalib olacağıq, birinci yer tutacağıq, hər kəsə uğurlar. Suallar yaxşı idi, həm maraqlı idi, yeni biliklər qazanmaq üçün də əyləncəli idi. Yaxşı vaxt keçirdik, ümid edirik ki, birinci olasıyıq. İndidən hər kəsə uğurlar. Şəklində çox gözəl mübarizə apardığımızı düşünürük. Sualların bir çoxuna doğru cavab verdiyimizi düşünürük. Bugün biz ilk dəfə olaraq ölkədə keçirilən Stimul Olimpiyadasının final mərhələsində idik. Finalda 4-cü, 9-cu sinif şagirdləri hər biri öz sinifləri üzrə mübarizə apardılar. Olduqca sevindirici haldır ki, regionlardan, şəhərin bütün deməli məktəblərindən komandalar iştirak edirdi. Hər bir komanda qalib olmaq istəyirdi, maksimum əlindən gələnini göstərirdi və finalda çətin olan 10 sualın öhdəsindən gələn ən yaxşı komandalar bugün mükafatlandırılacaqlar. Bu günləri məktəblərimiz arasında yeni bir yarışımızın Stimul Olimpiyadasının final mərhələsi keçirilir. Seçim mərhələsində 600-dən çox komanda iştirak etmişdir. Hal-hazırda Bakı şəhərində STEM İnnovasiya Mərkəzində yarışımızın final mərhələsində 50 komanda və 240 ölkənin müxtəlif məktəblərini və müxtəlif regionlarını təmsil edən 4-cü, 9-cu sinif şagirdləri yarışıblar. Hal-hazırda bir neçə dəqiqədən sonra onların mükafatlandırma mərasimi keçiriləcəkdir. Bu Stimul yarışının digərlərindən indiyə qədər keçirdiyimiz hakaton, müxtəlif robototexnika yarışlarının məzmunundan fərqi ondan ibarətdir ki, burada daha çox nəzəri suallardır. Açıq və qapalı tipli seçim mərhələsində test suallarından istifadə olunub. Hal-hazırki final mərhələsində isə daha çox situasiya suallarından istifadə olunur. Bizim şagirdlərimizdə incəsənətə, texnologiyaya, STEM-in əhatə etdiyi interdisiplinar bütün sahələrə marağın artırılması, eyni zamanda onların gündəlik qarşıya çıxan real həyat problemlərinin bərabər komanda şəklində həllinə yönəlik fəaliyyətləri, liderlik bacarıqlarının inkişafına yönəlik bir yarışmadır, bir olimpiyadadır. Bütün şagirdlərimizə uğurlar arzu edirik.
yarış bizim üçün çox əyləncəli keçdi və nəticədə qalib olduq. Bu sınağı keçirdiyinə də təşəkkür edirəm, çünki bu çox faydalı bir sınaq idi. 5 komanda içərisindən birinci olmaq məncə böyük bir uğurdur. İnanıram ki, gələcək imtahanlarda da daha yaxşı nəticələr toplayaraq məktəbimizin adını yüksək nəticələrdə qaldıracağıq. Həm birincilik qazanaraq məktəbimizi qürurlandırdıq, həm də öz nəticəmizi daha da yüksəklərə qaldırdıq. Bu yarışmada bizim dünya görüşümüz, biliyimiz artdı. Qalibiyyətimizə görə çox şadıq və bu şəraitə görə STEM İnnovasiya Mərkəzinə də öz təşəkkürlərimizi bildiririk.